Əgər uşağınıza atipik autizm diaqnozu qoyulubsa, təbii ki, ümidsizliyə qapılmağa gerek yoxdur. Çünki atipik autizm demək deyildir. Atipik autizm bir çox yanaşı xəstəliklərin ortaya çıxartdığı nəticədir. Adda yatan səbəblər müxtəlifdir. Bağırsaq problemləri, dizbakterioz, parazit, mantar, vitamin eksiklikləri, metabolizma problemləri və beyindəki sinir vitamin eksiklikləri, bu gibi problemlərin əsas öyrəndikdən sonra müalicəyə başlanılır. Müalicə 3 aşamalı, yəni 3 mərhələli müalicədən ibarətdir. Hər bir mərhələ özü 3-4 aydan ibarətdir və hər mərhələnin vitaminləri, dərmanları fərqlidir. İlk 3 aylıq mərhələ detoks, yəni bədən təmizləmə və bunun içərisində uşağın qidalanması da baz alınır. İkinci mərhələ orta molekulyar terapiyadır, yəni əksik olan vitaminlər və metabolizma pozğunluqları ortadan qaldırılır. Üçüncü mərhələ isə bağırsaq-beyin arasındakı əlaqənin tənzimlənməsi, yəni beyin detoksu mərhələsidir ki, beyindəki nevroinflamasiya bu mərhələ ilə geri sorulur. Əziz valideynlər, atipik autizm adı almaq artıq bu bir genetikdir, çarəsi yoxdur, ümidsizliyə qapılmağa gerek yoxdur. Düzgün araşdırmaqla, düzgün yanaşmaqla integrativ müalicənin gücü ilə uşaq tamamən sağala bilər.